insanda abır da yaxşı şeydir. Sənətdən savay insanda geri biraz abır ola, haya ola. Biləsən hardan hara gəlmisən. Tərbiyədir. İnsan Bəli, abır, haya, gözəl. Müğənni o deyil ki, elə çıxdı, mikrofonu götürdü, 3 kəlmə dedi, mən müğənniyəm. Abırsızdılar. Ağızlarına gələni danışırlar. Böyük kiçik yeri bilmirlər. 30 il qabağında insan oturur sənətinə qurban verib. Özünün abrını güdür. Amma sən 3 gün mikrofonu götürüb, tini dönüb, TikTok üçün trend oxuyursan, deyirsən mən müğənniyəm. Vallahi biraz abrınız olsun. Sənətdən savayı biraz abır olsun. Biraz şəxsiyyətiniz olsun. Talih, bak Amma doğrudan da fərqli fikirlər söyləyir. Bizim show biznesimiz üçün və orada olan bəzi adamlarla bağlı demək olar ki, mədəniyyətimizdə, incəsənətimizdə, elə show biznesimizdə bir susqunluq var. Çox böyük susqunluq var. Elə bil peşəkarlar kənara çəkiliblər kənara da. Gəlin səmimi olaq. Show biznesdə, mədəniyyətdə, incəsənətdə olan o adamlar, o peşəkarlar elə bil estafeti, nə bilim səhnəni, nə bilim show biznesi, nə bilim nəyi, o bəzi mədəniyyəti olmayan, incəsənəti olmayan, elə bozbaş olanlar bizə özlərini asatrin, qızardılmış asatrin kimi, balığı kimi belə təqdim edənlər doluşublar, oturublar, əyləşiblər. Bəzən belə baxırıq da, belə dövlətlər var, kiçik dövlətlər var ki, onlar bizim elə musiqilərimizi dinləyir ki, biz o musiqiləri dinləyəndə ətimiz tökülür o müğənniləri, amma neyniyək? Amma onlar düşünmür ki, bizim mədəniyyətimiz, incəsənətimiz bundan ibarət deyil. Hörmətli Səidə Dadaşova, canım mənim, bəli, dediklərinizin hər birində həqiqətlər var və əlaqə nömrə var burada. Şəbnəm doktorumun, həkim kosmetologu, ona müraciət edə bilərsiniz üzünüzlə bağlı, simanızla bağlı. Mənim adımı da desəniz, o daimi sizin qulluğunuzda hazırdır. Məhz Sarı Səfra Bahadurdan bu qədər.